Mən Həsənov Əfsan Əloğlu, Yevlax rayonu Kövər kəndində qeydiyyatdayım. Xətai rayonu Enziz qəsəbəsində kirədə qalırdım. Kirənin pulunu verə bilmədim. Gəlmişəm Yevlax rayonu Kövər kəndində. Həsənov Əfsan Əloğlu. Mən 2024-ün oktyabrın 22-si işə girmişəm Ağşəhər Zəfər Parkına. 2024-ün oktyabrın 30-u qoluma xəsarət alıb. Bax, hələ günü bu günə də mən iş qabiliyyətimi itirmişəm. Müdürüm Samir müəllim mənə dedi ki, heç ara müraciət eləmə. Sənin təzminatını, qolun sağlamlığı təzminatını ödənəcək. İş getdi Xətai rayon prokuroruna, Sərdarla Aqil Əşrəfov. Aqil Əşrəfov mənə 1000 manat pul verdi, qol çəkdirdi sənədlərə, video çəkilişinə mənə 1000 manat pul verdi. Təzdən mənə o 1000 manat pulu geri aldı, dedi müdürün Samir müəllim, ha vaxt versə, onda sənin o təzminatını, qalan təzminatını ödənəcək. Mən bütün kanallara müraciət edirəm, bütün orqanlara, cənab Ali Baş Komandar İlham Əliyev. Buradan sizə şikayətimi bildirəm. Mənim başıma bax, günü bax bu video çəkilişi ilə edirəm. Mənim başıma bir iş gəlsə, bilin ki, Aqil Əşrəfovla, Xətai rayon prokuroru, Aqil Əşrəfovla Sərdar prokuroru. Bax bu ayın 11-i məni Yevlax rayonu Kövər kəndindən Aqil Əşrəfovla Sərdar prokuror məni dəvət elədi. Dedi, gəl sənin təzminatını, qalan təzminatını ödənsin. Elşən Abbasov, Bakı şəhər prokurorunun Elşən Abbasov gəldi yoxlama Xətai rayon prokuroruna. Məni də dəvət elədi, mən də Yevlax rayonu Kövər kəndindən getdim. Məni qəbul elədi. Sərdar müəllimi də Aqil Əşrəfov da çağırdı ki, bu Həsənov Əfsanın yerdə qalan təzminatını ödənsin. Mənə bax, aprel ayın 11-də məndən kart istədilər. Kartımı kodumu verdim. Dedilər ki, ayın 12-si sənin pulunu kartına vurulacaq. Günü bu günəcən də bax, mən uşağım bax, uşağımı bax, şəkiyə, banisaya aparmalıyam. Mənim bax, imkanım yoxdur, bax, iş qabiliyyətimi itirmişəm qolumdan. Bax, mənim başıma bir iş gəlsə, bilin ki, Aqil Əşrəfov, Xətai rayon prokurorunun müstəntiqi Aqil Əşrəfov, Sərdar prokuror. Bax, bunlardan mən deyəcəm ki, bax, məni Aqil Əşrəfov, bax, məni birdən parıq döyərlər, söyərlər, məni hədə qorxu gəlirlər. Aqil Əşrəfov, bax, məni neçə dəfə rengin aparıb, neçə dəfə, bax, ekspert aparıb, rengin, ekspert bir dəfə olub. Sizə müraciətimi bildirəm, bütün kanallara müraciət edirəm, mənim videomu ictimailəşsin. Cənab Ali Baş Komandar İlham Əliyev, Cənab Nazir Vilayət Əvəzov, Cənab Kamran Əliyev, buradan sizə şikayətimi bildirəm. Bax, Xətai rayon prokurorunun müstəntiqi Aqil Əşrəfov, Sərdar prokuror, mənim başıma bir iş gəlsə, bilin ki, bax, bunlardan mənə zərər gəlib. Məni döyə də